Azərbaycan siyasi mühitində son günlər ciddi gərginlik müşahidə olunur. Əli Kərimlinin həbsi Azərbaycanda siyasi müxalifətlə bağlı müəyyən qənaətlər yaradır. Ölkənin iki radikal partiyası olan AXCP və Müsavatın bağlanmasına çağırışların edilməsi də ciddi siyasi dəyişikliklərin olacağından xəbər verir. AXCP və Müsavat bağlanarsa, Azərbaycanın siyasi palitrası necə olacaq? Yeni partiya yaradılacaq, yoxsa tamamilə müxalifət institutunun mahiyyəti dəyişəcək? Qlobal İnfoza danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda hansısa partiyanın ləğvi və ya müxalifətin tamamilə yox olacağı barədə düşüncələr absurddur. Stat: hazırda ölkədə 26 siyasi partiya fəaliyyət göstərir. Ola bilər ki, 1-2 ay sonra onlardan bir neçəsi ləğv olunsun. Amma bu o demək deyil ki, Azərbaycanda müxalifət yoxdur. Statın sonu. Hafiz Hacıyev bildirib ki, demokratik bir cəmiyyətdə siyasi partiyalar mövcud olmalıdır. Stat: amma baxır hansı formada olmalıdır. Dünyanın bütün ölkələrində dövlət çevrilişinə cəhd edən, hakimiyyəti zorakılıqla ələ keçirmək istəyən qüvvələr ləğv edilir. Əgər üzə çıxsa ki, Milli Şuranın yaradılmasında və ölkədə dövlət çevrilişi cəhdində Müsavatın, Xalq Cəbhəsinin iştirakı olub, bu məsələlərdə dəyişikliklər ola bilər. Əli Kərimli Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi zəhərlədiyi üçün də həbs edilməlidir və ona qarşı cinayət işi açılmalıdır. Hətta partiyadan uzaqlaşdırılmalıdır. Statın sonu. Yazını ətraflı şərh bölümündəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.